Salam, hər vaxtınız xeyir olsun. Bugün isti yay günlərində hazırlaya biləcəyiniz soyuq, istər salat, istər şorba kimi istifadə edə biləcəyiniz resept bölüşürəm. 3 xörək qaşığı bitki yağının içərisinə 1 stəkan yumru düyü əlavə edib düyünün rəngi karamel rəngi olana qədər qovururam. Düyünün rəngi karamel rəngini aldı, hazırdır. Ocağı söndürüb üzərinə yarım litr qaynar su əlavə edirəm. Qapaqlı ağzını örtüb düyünü 15 dəqiqə yumşalana qədər bişirirəm. Düyü hazır olduqdan sonra qoyuram soysun. Digər ərzaqları hazırlayıram. 4-5 ədəd qabığını təmizlədiyim xiyarı kub doğrayıram. Xiyarı istədiyiniz ölçüdə doğraya bilərsiniz. Xiyarı doğradıqdan sonra qaba əlavə edirəm. Göyərti doğrayıram. Keşniş, şüyüd və reyhandan istifadə edirəm. İstədiyiniz göyərtidən istifadə edə bilərsiniz. Göyərtini də doğradıqdan sonra xiyarın üzərinə əlavə edirəm. Üzərinə bişirdiyim düyünü, bir bankada qarıq, zövqə görə duz, qatı və smetan qarışımı əlavə edib qarışdırıram. Salatı hazır etdikdən sonra servis edəcəyim qaba yığıram. Daha sonra 1 ədəd qırmızı şirin bibəri kub doğrayıb yağda 5-6 dəqiqə yumşalana qədər qovururam. Biber yumşalana qədər qovrulduqdan sonra üzərinə 5-6 ədəd də xırda doğranılmış qoz əlavə edib qozla 1-2 dəqiqə qovurub qoyuram soysun. Soyduqdan sonra biberlə qozu salatın üzərinə əlavə edirəm. Və budur, hazırdır. İnanılmaz dadlı, isti yay günlərində sərinləndirici, istər salat kimi, istər şorba kimi istifadə edə biləcəyiniz çox gözəl bir reseptdir. İnanın ki, dəhşət dadlıdır. Hazırlayıb yoxlayın. Çox bəyənəcəyiniz bir resept olacaq. Bəyəndinizsə hazırlayıb yoxlayın. Hazırlayacaq olanlara öncədən nuş olsun. Salatı servis etdikdə üzərinə suxari əlavə etdim. Həm doyumlu olur, həm də dadına dad qatır.